Sabah Azərbaycanın görkəmli şairi, tərcüməçisi, əməkdar incəsənət xadimi Tofiq Bayramın anım günüdür. Çox təəssüf ki, yaxınları, sevənləri şairin 90 illik yubileyini onsuz qeyd edirlər. Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, musiqisinə bir-birindən gözəl şeirlər bəxş edən Tofiq Bayram haqqında danışacağıq. Bugün də sevərək dinlədiyimiz mahnıların müəllifidir. Tofiq Bayram, gəlin şair haqqında sujet izləyək. Əziz dostum məndən küsüb incidi, ayrılıb yad kimi çıxdı evimdən. Tanınmış şair, tərcüməçi Tofiq Bayramın yaradıcılığında vətən, ana, məhəbbət mövzuları önəmli yer tutur. Şairin bacısı Svetlana Bayramova qardaşının ev muzeyini yaratmaq istədiyini deyir. Bizim Əmircanda gözəl bir həyətimiz var idi. Tofiq özünün sağlığında da həmişə bizə deyirdi ki, mən bilirəm, məndən sonra bu həyət bacaq, bu ev muzey olacaq. Tofiqə bizim çox böyük borcumuz var. Biz həmin küçədə olan evimizin muzey olmasını istəyirik. Əgər ora muzey olarsa, bizdən bir qədər aşağıda Səttar Bəhluzadənin evidir, onun ev muzeyidir. Bir qədər də irəlidə Abbasqulu Ağa Bakıxanovun anadan olduğu evdə muzey kimi fəaliyyət göstərir. Turizm marşrutuna ora daxil ola bilər. Məktəblilər oranı ziyarət eləyə bilərlər. Vətən mənim bu günüm, sabahki toy düyünüm, haqqım var ki, öyünüm Azərbaycan deyəndə. Şair Azərbaycan musiqisinə böyük töhfələr bəxş edib. Bugün dillər əzbəri olan bir çox mahnı onun qələmindən çıxıb. Tofiqin ümumiyyətlə bəstəkarla işləməyi çox qəribə olub. Həmişə o hər hansı bir şeiri yazıb, həmin şeir sevilib, dillər əzbəri olub və ondan sonra deməli ki, bəstəkarlar da həmin mətnlərə müraciət ediblər. Tofiqin ən məşhur mahnını mən deməli ki, Ay gecikən məhəbbətim sayardım. Bir yarpağım sonbaharda saralıram yetim yetim, ay gecikən məhəbbətim. Tofiqin məsələn, sənsən Xəzər mənim ürəyimdəsən, çox məşhur mahnısıdır. Sənsən əzəl mənim ürəyimdə, sənsən Xəzər mənim ürəyimdəsən. Bilirsiniz, Tofiqin bütün mahnılara, yazdığı mətnlərin hamısının bir predmeti var, konkret situasiyada. Tofiqin vağzalı şalınır, anam ağlayır. Bütün demək olar ki, el şənliklərində həmin mahnı ifa olunur. Və həmin mahnının da öz tarixçəsi var. Bizim ailəmizdə ilk bacımız Elmira xanım ailə quranda atam, anam, böyük qardaş kimi Tofiq, digər qohumlar onu yola salanda Tofiqin keçirdiyi hisslərin və gördüyü mənzərənin məhsulu olaraq o şeir meydana gəldi. Svetlana xanım qardaşının son günlərini belə xatırlayır. Tofiqin həyatında Qarabağ ömründə xüsusi yer tuturdu. O tez-tez Qarabağa gedirdi. 88-ci ilin hadisələri, ondan sonra Qarabağla bağlı proseslər Tofiqin həm səhhətinə çox pis təsir elədi. Həm də ki, bilirsiniz, əsəblərini demək olar ki, tamamilə yerindən oynatmışdı o hadisələr. O dövrdə Tofiq etiraz olaraq özünün Qarabağı vermərəm şeirini yazdı. Mən Tofiqin yanına getmişdim xəstəxanada olanda. Mənə dedi ki, bacı, həyətdəki bizim ərik ağacı var hovuzun yanında. O gül açıb. Dedim, hə, təbii ki, gül açıb. Dedi, onun budağından mənə gətirərsən. Tofiq həmin o budağı nəinki gözü ilə oxşadı, hətta əlləri ilə oxşadı, barmaqları ilə o çiçəkləri oxşadı və dərindən bir ah çəkdi. Tofiqi yada salanda, bax, o axırıncı gün mənim gözlərimin önündə canlanır ki, o ahda heç demə böyük mənalar var imiş. Tofiq Bayram bütün həyatını sənətə, şeirə həsr edərək mənalı ömür yaşayıb. O bugün də onu sevənlərin, yaxınlarının qəlbində yaşayır. Həm də şeirlərində, müəllifi olduğu mahnılarında. Əlin Oruz Əliyev, Ağabalı Məmmədzadə.